Allah Teala Kur'an-ı Kerimdə buyurur ki, yalnız məndən qorxun və məndən başqa heç kəsdən, heç nədən qorxmayın. Ona görə ki, məndən qorxan bəndələrimə mən qorxaqlı ruhu vermirəm, igidli ruhu verirəm, şücaət verirəm, əzmkarlıq verirəm. Fikir verin peyğəmbərlərə, imamlara, onların yolunu davam elətdirən şəhidlərə, necə igiddirlər, necə qorxmazdılar, cəsarətlidirlər. Allah qorxusu verib onlara bu cəsarəti. Başqa heç bir şeylə əldə edə bilməzlər. Allah qorxusu olmadan insan igid olmur, ola bilər olsun. Amma cəhalətli igid olur, cahilanə igid olur. Yəni, mənasız igid olur. Nəyin uğruna igidli göstərdiyini özündə fərqinə varmır. Ağlı başına gələndə gec olur. Amma Allah qorxusundan yaranan cəsarət, igidlik insanı xəllaqiyyətə cəlb edir, yaradıcılığa cəlb edir. Allah qorxusu sözünü pozub yerinə biz ilahi məsuliyyət yazsaq daha yaxşı olar. İlahi məsuliyyət, yəni daha rahat, asan başa düşərik. İlahi məsuliyyət qorxusu insanı yaradıcı edir, aktiv edir, fəal edir, onun potensialını reallaşdırır. Böyük ədib Höte çox gözəl bir söz deyir. Deyir ki, igidlər problemlərdən fürsət yaradırlar. Zəiflər, acizlər isə fürsətlərin yaranmasını gözləyirlər. Bir növ, zəif insanların da, aciz-avara insanların da xoşbəxtliyi igid insanların əlinin əməyidir. Çox gözəl deyir. Quran-ı Kərimdə Bəqərə surəsi 207-ci ayədə Allah Teala buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَشْرِ نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللّٰهِ وَاللّٰهُ رَءُوفٌ بِالْعِبَادِ. İnsanların içərisində elələri var ki, sırf Allah razı qalsın deyə canlarını Allah yolunda satırlar. Heç cənnət də istəmirlər, heç behiş də istəmirlər. Sadəcə Allah afərin desin. Sonunda buyurur ki, Allah bəndələrinə qarşı mehribandır. Yəni bəndələrim, mən sizi o qədər çox istəyirəm, sizə qarşı o qədər mehribanam ki, igid insanlar yaradıram, siz qorxub çəkiləndə, acizlik göstərəndə onlar irəli keçsinlər, onlar fürsət yaratsınlar, onlar mənəviyyatı qorusunlar, siz də onların bu bağının meyvəsindən faydalanasınız.